Adın neydi bu arada? Hamdiye. Yerim seni Hamdiye. Profil fotoğrafını niye kaldırdın? Cimcime. İndi rəvəz istəyirəm. Məktəb vaxtı həqiqətən çox yorğun olam da, yəni. Sənlə. Öz özümə danışa bilmərəm. Overthink saat. İnşallah telif yemez. Bakma öyle dostum. Baklavalarım yok çünkü baklava yemiyorum. Gecə saat 2-də riyaziyyat həll edirəm. Mən 27-nin üstünə 1 gəlib 29 alıram. Bu neydi? Nağarım acından başım acı. Absolutely Cinema. Golf'du bu. İstifadə edirəm. Ədədi silsilələrdən başladım və neçə səhifə getmişəm, baxın. 5 tamamdır. Daha doğrusu 6 eşləyib artıq. Və mən hələ də stolun başındayım. Hello everyone and welcome back to the Perfect French with Diana. Today we are going to learn everything about the articles. Un, une, des. Hayvanlık. Today we are going to focus on page 13 and 14. Probably the most teacher thing I said since I started my channel. You can open your book page 13. So you need a masculine who don't have a neutral. And because of that, the articles in front of the nouns are going to change depending if it's masculine singular, feminine. Maraqlıdır. Özüm belə yazdım. Burada da fransız dil. Daha doğrusu fransız bayrağı. Tərcüməsi həqiqətən çox qəşəngdir. Yəni bu gün sabah olmaq istədiyin insan üçün bu gündən başla. Yəni bir dənə cümlə var. Bunu da çox sevirəm. Bunu mən uydurmuşam. Əslində çox mənalı cümlədir. Yəni hər şeyinin olmasını istəyirsənsə hər şey et. Bu cümlə də çox qəşəngdir həqiqətən. Ağlıma gəldi. Əslində onu yazmaq istəyirdim. ChatGPT-dən soruşdum bu arada bu cümləni. Həqiqətən çox qəşəngdir. Mənə daha da başlama həvəsi, motivasiyası versin.
Hal-hazırda bazar günüdür. Saat 7-də cədvələ atıblar. Düzdür, hələ 9-da 10-da atmayıblar, onu da şükür. Sabahı 2 dənə tarix, coğrafiya, riyaziyyat, nə bilim, çalışa qədər hazırlıq. Yəni bu 2 dənə tarix salmazdı, heç olmasa birini salardınız. Özü çantamda yığmışdım. Girib başımız adımı yuyacaqdım. Sonra da oturub kinoma baxacaqdım. Sevinirdim ki, dərslərim qutarıb. Vayiflərə oxşayır, ha? Yox, bir sufit ki. Trigonometriyanı yazandan sonra bildim ki, mən riyaziyyatı bilmirəm hələ. Mən riyaziyyatın hələ görünməyən üzünü görmürəm, onu bildim. İkisini də ucunu qəşəng yontmuşdum, amma kökündən qırıldı. Depresif anıma gəldi. Bura qədər idi. Bye bye.